Vitali Balasanyanın vəhşiliyini bütün Azərbaycan bilməlidir. Patinkası ağzıma girib, mənə torpaq yedizdirib, torpaq bura qədər boğulub bəni. Mən su istəyəndə mənə sidik göndərdi. Və bu təcavüz məsələsinə gələndə isə mən heç vaxt ondan danışmamışam, danışa bilmirəm. Olan olub, amma biz o yaşmağı, o örpəyi üzümüzdən açmayaq. Bizim milli mentalitetimiz. Bizim ürəyimizi o vaxt su səpilər ki, onlar paytaxtımızın ən gözəl bir yerində, ən açıq bir yerində onlar edam olunsun. Mənim arzum bu idi ki, mən Qarabağa, ermənisiz Qarabağa gedim. Xoş gördük Dürdanə xanım. Xoş gəlmişsiniz. Dürdanə xanım, son günlər, yəni ötən ay tarixi anlar yaşadıq. Xankəndi, Xocalı, Xocavənd, Ağdərəyə bayraqlarımız sancıldı. Şükürlər olsun. Xocalının geri alınma xəbəri sizdə necə təsir yaratdı? Ürək dolusu sevinə bildinizmi? Qızım mənə dedi, mama, Xocalı alınıb. Fikirləşdim ki, yenə yalan xəbərlər falan. Dedi, yox mama, alınıb, bizimkilər artıq Xocalıya girib. Deyəndə mən elə bir ki, həmin saniyə boğazım qurudu. Nə ağlaya bilirəm, nə danışa bilirəm, nitqim qurudu. Əlbəttə ki, Xocalı bizim şəhid şəhəri idi. Şəhidlər şəhəri idi. Bizim Girov şəhərimiz idi. Başqa rayonlardan fərqli olaraq Xocalı ağlayan torpaqdır. Xocalının torpağı 31 ildə ağlayır, bizləri gözləyir. Və o torpaq da bugün sevinir. Sahibi gəlib. O torpaq da bugün sevinir ki, onun insanları gəlib, adamları gəlib. Bizim çıxmağımız bir faciə oldu. Qayıtmağımız bir faciə olacaq. Görün kimləri itirdik. Xocalı bir gecədə görün nə qədər şəhid verdi. Əsgəranın asfaltı var. O magistral yol ki, Qarabağın Əsgərandan keçir. O yolda biz əsir düşəndə üzü quyulu uzandıq. O asfaltın üstünə. Bax, o asfaltın üzərindən, o üzü quyulu uzandığımız asfaltın üzərinə çatanda, həmin yerə çatanda, mən o diriyə qalib gəlmiş dövlət, qalibiyyət orada yaşayacağam. Dürdanə xanım, ikinci bir sevincimiz isə separatçıların əli qana bulaşmış, o separatçıların tutulması, həbs olunması oldu. Bəli. Amma azadlıqda olanlar hələ də var. Bəli. Məsələn, elə Vitali Balasanyanı götürək. O Balasanyan ki, bir çoxları amma yaxınlarda həm erməni mətbuatında, həm də bizim elə öz sosial media istifadəçiləri arasında onun tərəfini saxlayanlar oldu ki, o Xocalılara kömək eləyib, milli qəhrəmanımız Allahverdi Bağırovla yaxşı münasibətləri olub, yəni onun Azərbaycanlılara yaxşılığı keçib, əksinə. Yəni, bunlar doğrudurmu? İstəyərdim, ümumiyyətlə, siz Balasanyanı tanıyırdınızmı? Bəli, tanıyırdım. Yaxşı ki, elə o olub onların komandiri. Niyə? Xocalının, tək Xocalının 1050 nəfərini azad etdi Vitali Balasanyan. O da niyə? Allahverdi Bağırovun göstərişi ilə mənim əsir qızlarımı ver. Bir gecənin içində aldı. 26-sından 27-sinə keçən gecə. Bir gecədə 50-60 qadın uşaq aldı Allahverdi Bağırov. Onu kim eləyə bilərdi qızım? Heç kim eləyə bilməzdi. Allah ona qəni-qəni rəhmət eləsin. Yəni Allahverdi Bağırovun sözünün kəraməti olub, kəsəri olub ki, Vitali Balasanyan ondan qorxurdu. Elə qorxurdu, hörmət eləyirdi yeri gələndə, ona görə o əsirlər verdi. Təbii ki, qarşılığında nəsə alırmış. Yanacaq alırmış, siqaret alırmış, çörək alırmış falan. Və əsas odur ki, o deyir, müharibə olanda müharibənin qeyrəti qadınlardır. Elə bu müharibələrdir, hamısı torpaq analara görə olur. Ana torpaq və qadınlara görə. Biz Azərbaycanlıyıq. Biz Azərbaycanlıyıq. Bizim milli mentalitetimiz var. Biz müsəlmanıq. Onlar isə xristiyandır. Mən heç vaxt qəbul eləməmişəm, eləməyəcəm də ki, biz onlara əsir düşdük. Mən bu günə qədər həzm eləyə bilmirəm bunu. Bizim qadınlar, qızlar, niyə o gül kimi qızlar əsir düşüb, o qönçələr solmalıydı. Və Balasanyanın mən sizə əməllərini deyəcəm. Mən təbii ki, məlumdur ki, mən dəfələrlə demişəm, əsirlikdə qalmağımın o 8 gün səbəbi qardaşım olub. Mən qardaşıma görə qalmışam. Düzdür, yaralanmışıq həmin gecə.
Həmin gecə orada yaralandım. Sağ ayağımdan güllə aldım. Qardaşım böyür tərəfdən yaralandı. Biz əsir düşdük. Bizi kişilərdən ayırdılar. Qadınlar bir otağa girdi, kişilər başqa otağa. Əməlli başlı türmə idi. Polis idarəsinin, Əsgəran polis idarəsinin zirzəmisi. Əməlli başlı türmə idi və biz o qardaşım da məndən ayrı düşdü. Həmin 26-sından 27-sinə keçən gecə və dediyim kimi Allahverdi Bağırov Vitali Balasanyanla danışır ki, mənim qız gəlinimi ver. Mən səndən kişi istəmirəm. Bax, bu dəqiqə mənim qız gəlinimi mənə ver. Nə istəsəm verəcəm. Vitali Balasanyan da dediyim kimi Allahverdi Bağırovdan çox çəkinirdi və o benzin yanacağa görə həmin gecə 40-50 qadın uşaq dəyişildi və mən o qapı ki açılır, qapının arxasına girdim. Qardaşıma görə çıxmadım. Bunu bütün Azərbaycan bilir. Yəni duyanlar, eşidənlər bilir. Mən fikirləşdim ki, mənim ailə üzvlərimdən xəbərim yoxdursa, mənim qardaşım buradasa, mən onu qoyub çıxmayacağam. Və çıxmadım da və ona görə də başım çox işgəncələr çəkdi.